Xəbər verdiyimiz kimi, Samur Abşeron kanalının Quba rayonu Vəlvələ kəndindən keçən hissəsində 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşaoğlunun batdığı ehtimal edilir. Hazırda onun axtarışları davam etdirilir. Yeniyetmənin nənəsi bildirib ki, Fərid görmə məhdudiyyətli anasından yeganə övladıdır. Anası 16 ildir oğlunun üzünü görə bilmir, gözdən əlildir, qızımın tək övladıdır. Elə bu uşağın üstündə balamın gözləri tutulub. Atasına deyir ki, uşağımın meyitini gətirin, əlimi sürtüm. Yeniyetmənin xalası isə hadisənin təxminən saat 16:00 radələrində baş verdiyini deyib. Bacının oğlu kanala üzməyə gedərkən suya düşüb. Yanındakı uşaqlar onu xilas edə bilməyiblər. Özləri də suya atılmağa qorxublar. Təxminən 10 dəqiqə suda qalaraq kanaldakı dəmirdən yapışıb. Yanındakılar azyaşlı olduqları üçün onu çıxarmağa gücləri çatmayıb. Həmin ərazidə köməyə gələcək heç kim olmayıb. Nənəsi onu böyük əziyyətlə böyüdüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, kanalın suyunu dayandırsınlar və Fəridimizin nəşini taparaq bizə təhvil versinlər. Bakıda həyat yoldaşını uşaqlarının gözünün qarşısında boğaraq öldürən Ziyəddin Quliyev yenidən hakim qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində qərar qəbul edilib. Qərara əsasən 1-ci instansiya məhkəməsinin onun barəsində çıxardığı 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb. Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-sində paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsini, dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa 2-ci dərəcəli yanıq xəsarəti yetirməsini əsas gətirərək Ziyəddin əvvəlcədən yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmək qərarına gəlib. Ziyəddin 20 aprel 2025-ci il tarixdə saat 06 radələrində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək həmin mətbəxdə divardan asılmış uzunluğu 445 sm olan ağ rəngli elektrik naqilini əldə edib. Ziyəddin 2 nəfərlik çarpayıya çıxaraq arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək naqili 4 qat edib onun boğaz nahiyəsinə keçirib. Daha sonra arvadını boğmağa başlayıb. Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmağa müqavimət göstərməyə çalışsa da bunu bacarmayıb. Belə ki, o dizini Ayselin belinə qoyaraq naqili daha qüvvətlə sıxanda Aysel Qurbanova ayaqları ilə təpik ataraq pəncərənin şüşəsini sındırıb. Bu zaman səs-küyə həmin otaqda digər 2 mərtəbəli çarpayda yatmış vəziyyətdə olan uşaqlar yuxudan oyanıb. Uşaqlar nə baş verdiyini soruşanda ata qızına anaların xəstələndiyini deyib öz hərəkətlərinə davam edib. Ziyəddin övladlarının gözü qarşısında arvadını naqillə boğaraq xüsusi amansızlıqla öldürüb. Bununla da Ziyəddin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla qəsdən adam öldürməyə və 120.2.9-cu təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.